Vaxtınız xeyir, gündəmdə görüşürük sizinlə. Ötən əsrdən bəri ən böyük silahlanma proqramı hazırlayır. Söhbət hansı dövlətdən gedir? Sözümün canı var, qarşıdakı dəqiqələrdə bu barədə danışacağıq. Hələlik isə gündəmdə daha nələr var, qısaca nəzər salaq. Türkiyə ilə Ermənistan ilk dəfə heyətlər arası görüş üçün bir araya gəlir. Bu barədə Türkiyənin NTV televiziya kanalı xəbər verib. Səfərin gələn həftənin əvvəlində keçirilməsi planlaşdırılır. Diplomatik mənbələrdən əldə edilən məlumata görə səfir Serdar Kılıcın rəhbərlik etdiyi heyətin Ermənistan tərəfinə Alican sərhəd keçid məntəqəsindən keçərək getməsi gözlənilir. İlk dəfə keçiriləcək heyətlər arası görüşdə Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşdırılması üçün bəzi qərarların qəbul olunması və daha əvvəl qəbul edilən qərarların icraya qoyulması gündəmdə olacaq. Səfərin Amerika Birləşmiş Ştatları, Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı müqavilənin imzalanmasının ardından baş tutması da mühüm əhəmiyyət kəsb edir. Rusiya 2030-cu ilə qədər Avropaya hücum edə bilər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib ki, Rusiya 1980-ci illərdən bəri ən böyük silahlanma proqramı hazırlayır. Hazırda Avropa ölkələri üçün belə bir təhlükə olmasa da proqnoz Rusiyanın planları və arzuları ilə bağlıdır. Onlar planlaşdırırlar və hazırlaşacaqlar, deyə Kiril Budanov deyib. Baş Kəşfiyyat İdarəsinin rəisi əlavə edib ki, Avropa bu təhlükədən xəbərdardır. Buna necə reaksiya verəcəklər zamanla görəcəyik. Hazırda Rusiyada geniş miqyaslı silahların inkişafı proqramı hazırlanır. Bu, mahiyyətcə Rusiyanın 2037-ci ilə qədər yenidən silahlanmasıdır. Hazırda sırf yenidən silahlanma üçün təxminən 1,2 trilyon dollar ayrılır. Bu, Rusiya Müdafiə Nazirliyinin büdcəsi deyil. Bunlar sırf modernləşdirmə və silahlanma proqramları üçün vəsaitdir. Bunlar ciddi proqramlar və ciddi vəsaitlərdir, Budanov vurğulayıb. Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqa Rusiyanın kütləvi hücumu nəticəsində ölkənin hökumət binasında baş verən yanğından sonra ciddi eskalasiya elan edib. Bu barədə onun X sosial şəbəkəsindəki paylaşımında deyilir. Rusiya geniş miqyaslı müharibəyə başlayandan bəri ilk dəfədir ki, Kiyevdə Ukrayna hökumət binasına ziyan vurub. Təkcə bu ciddi eskalasiyadır. Ən böyük rüsvayçılıq odur ki, bu qəddar hücumlar məhz Prezident Trumpın sülhə nail olmaq üçün hər cür səy göstərdiyi bir vaxtda baş verir, deyə Sibiqa yazıb. O, dünya ictimaiyyətinin Moskvaya təzyiqləri artırmağa, Rusiyadan enerji resursları almağı dayandırmağa, bu ölkəyə qarşı yeni sərt sanksiyaların tətbiqinə və Ukraynanın gücləndirilməsi üçün tədbirlərə çağırıb. Nazir gözləməyin nəticə verməyəcəyini vurğulayıb. Ukrayna ordusu Drujba neft kəmərinə yenidən hücum edib. Bu barədə Rusiya Telegram kanalları məlumat yayıb. Məlumata görə zərbələr kəmərin Bryansk vilayətindəki dispetçer stansiyasına endirilib. Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb. Qeyd olunub ki, zərbələr Ukrayna prezidenti Volodymyr Zelenski ilə Slovakiya baş naziri Robert Fico arasında görüş keçirilən zaman endirilib. Slovakiyanın baş naziri Robert Fico Ukrayna prezidenti Zelenski ilə görüşdən sonra Rusiya nefti ilə bağlı heç bir güzəşt edilmədiyini açıqlayıb. Baş nazir Ukraynaya qoşun göndərməyəcəyini təsdiqləyərək gələcək təhlükəsizlik zəmanətlərinin Rusiyanı əhatə etməli olduğunu vurğulayıb. O, verdiyi müsahibədə Ukraynanı Slovakiyanın milli maraqlarını nəzərə almamaqda ittiham edib. Fico Avropa ölkələrini ikili standartlarda günahlandıraraq Rusiyadan enerji almağa davam etdiklərini, şirkətlərinin isə hələ də Moskvada fəaliyyət göstərdiyini qeyd edib. Bilirsiniz, dünən mən bunu açıq şəkildə dedim. Görüşdə gərginlik yaratmaq istəmədim, amma Zelenskiyə lazım olan sözləri dörd göz arasında çatdırdım. İctimaiyyət qarşısında isə mehriban qonşuluq münasibətlərinə marağımız olduğunu vurğuladım. Bununla belə bəzi məsələlər təkrarlandığı halda çox sərt etiraz edəcəyimizi də açıq bildirdim. Xüsusilə Rusiya Federasiyasının ərazisində neft infrastrukturuna hücumlarla bağlı ümumiyyətlə anlaşa bilmədik. Zelenski dəfələrlə deyib ki, əgər Rusiya Ukraynanın enerji infrastrukturuna hücum edirsə, o da Rusiya infrastrukturuna zərbə vurmaq hüququna malikdir. Mənsə cavab olaraq açıq şəkildə dedim ki, bu Slovakiyanın maraqlarına xidmət etmir. Başqalarına zərər vurmaqla öz milli maraqlarınızı qoruya bilməzsiniz.
Keçək əsas məsələyə. Bəzi ölkələr Azərbaycanla münasibətlərinə sanki yenidən baxmaqdadırlar. Götürək Rusiyanı. Rusiya və Azərbaycan iqtisadi sahədə bir-birini yaxşı başa düşür. Hökumətlər və müəssisələr səviyyəsində konstruktiv şəkildə işləyirlər. Rusiya Baş nazirinin müavini Aleksey Averçuk yeni açıqlama verdi. Bu həftə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan və Ermənistan ərazisinə qarşılıqlı səfərləri baş tutdu. Sentyabrın 1-də ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı qərar qəbul edildi. Müzakirəmiz olacaq. Bu barədə studiyamızın qonağı Milli Məclisin üzvü Vüqar İskəndərovla. Vüqar bəy, xoş gördük sizi. Xoş gördük Şaman xanım. Vüqar bəy, bu xəbərlərə keçməzdən əvvəl bir məqamı da qeyd edim ki, gələn həftə Ermənistana Amerika Birləşmiş Ştatlarından nümayəndə heyəti gəlir. Məhz Zəngəzur dəhlizi TRIP layihəsi ilə bağlı müzakirələr aparmaq üçün. Biz bu gəlişdən nə gözləyirik? Hansı irəliləyişlər olacaq? Qeyd etmək lazımdır ki, ən əvvəla bu səfərin 8 avqustdakı Vaşinqtonda görüşün nəticələri kimi baxmaq lazımdır. Təbii olaraq siyasi iradə verildi ölkə rəhbərləri tərəfindən və artıq həmin komissiyanın gəlişi digər texniki tərəfləri müzakirə etməlidir. Çünki qarşıda çox böyük işlər durur. Bunlar nədir? Ən əvvəla orada komissiya həm sərhəddə qarşılıqlı sinxron işləməlidir. Yəni, həm Azərbaycan, Ermənistan tərəflə həmin komissiya işləməlidir. Orada infrastrukturun qurulması, yollarda baş verəcək hadisələr, texniki məsələlər, bunlar çox vacibdir. Çünki məsafə var və o məsafə indiyə qədər belə deyək ki, elə bir zona olub ki, boz zonaya çevrilmişdir və artıq ölkə rəhbərlərinin siyasi iradəsi ilə infrastrukturun yenilənməsi, açılması, Azərbaycanın əsas material hissəsi ilə Naxçıvana keçid və ondan sonra böyük bir yolun, belə deyək, transmilli bir yolun artıq fəaliyyətə başlaması deməkdir. Və bu anlamda təbii ki, baxsaq, nəticə etibarilə bu komissiyanın işi çoxdur. Bu ilkin gəlişdir. Təbii olaraq hər iki tərəf bundan mütləq məlumatlandırılacaq. Hələlik əlimizdə konkret faktlar yoxdur. Tərkib baxımından nə gözləyirik? Məsələn, müxtəlif sahələrdən nümayəndələr ola bilər kimi açıqlamada rastıma gəldi. Ona görə soruşuram, tərkib baxımından nümayəndə heyətinin tərkibinə kimlər daxil ola bilər? Təbii olaraq bu Birləşmiş Ştatların prezidentin xüsusi nümayəndəsinin rəhbərliyi altında ola bilər tərkibdə. Tərkibdə həm siyasilər də ola bilər, xəritə ilə bağlı işləyən insanlar da ola bilər, biznes strukturlardan gələcəkdə olacaq şirkətlərin rəhbərləri və yaxud olan nümayəndələr ola bilər. Yəni, həm siyasi tərəfindən bunu baxmaq lazımdır, burada mütləq, çünki yenə söylədik ki, siyasi iradə var və onun icra olunması üçün siyasilər də burada yer tuta bilər. Təbii ki, digər tərəf, mühəndis qurğularla bağlı işləyən insanlar, bu mütəxəssislər, xəritə ilə bağlı işləyən insanlar, təbii Azərbaycan və Ermənistanın bu sahədə işləyən komissiyası mövcuddur, bilirik. Baş nazir müavinləri səviyyəsində bu sahədə işlər gedir. Artıq ABŞ tərəfinin də bura qoşulması bu tərkibi genişləndirə bilər. Bu tərkiblərdə kimlər çalışırsa, onun biraz başqa forması, daha geniş forması Birləşmiş Ştatlar tərəfindən də gəlinməsi gözlənilir. Mən düşünürəm ki, tərkib böyük olacaq, çünki görüləcək işlər çoxdur. Burada mühəndis qurğularından başlayaraq təhlükəsizlik məsələləri var, təbii ki, təhlükəsizliklə bağlı insanlar olacaq. Xüsusi idarənin, təhlükəsizliklə bağlı olan idarənin, Müdafiə Nazirliyinin nümayəndələri də ola bilər. Yəni, bütün geniş spektrli bir sahə məsələ olduğu üçün geniş spektrli sahəni də təmsil edən insanların burada iştirak etməsi, komissiyada təmsil olunması gözlənilir. Azərbaycan da daima təmasda olmalıdır. Belə ki, başlanılan yol Azərbaycan ərazisindən başlayır və elə Azərbaycan ərazisi olan Naxçıvanda da bitir. Bu baxımdan Azərbaycan da yəqin tərəflərlə birbaşa təmasda olacaq. Təbii, mən söylədim.
artıq Azərbaycan tərəfinin bununla bağlı da konkret mövqeyi var, görülən işlər var. Az da olsa artıq Azərbaycan və Ermənistan bu sahədə uğurlar əldə ediblər. Biz bunu unutmayaq. Baş nazir müavinləri tərəfindən Şahin Mustafayevin Ermənistan baş nazirinin müavini artıq dəfələrlə görüşüblər və bu görüşlər bu yaxınlara davam edib və gələcəkdə də planlaşdırılıb görüşlər. Təbii ki, Azərbaycan və Ermənistan tərəfi burada məlumatlandırılır. Əsasında Azərbaycan tərəfi. Biz qeyd etməliyik ki, və də bu layihənin müəllifi Azərbaycandır, cənab prezidentdir və ABŞ prezidenti Donald Trump'ın da bura belə deyək ki, daxil olması və töhfələr verməsi bunu daha bir geniş vizyona çıxardır bu layihəni və unutmayaq ki, nə qədər burada digər şirkətlərin, tutaq ki, ABC-nin təyin etdiyi bir şirkətin olması, 99 il icarə və s. yeni bir icarə rəqəmi də çıxır. Təbii bunlar hər bir halda təsdiq olunmur, amma belə fikirlər var. Amma əsas, unutmayaq ki, burada əsas vacib aktor Azərbaycandır. Ona görə də Azərbaycanın bütün bu məsələlərin içərisində olması, nüvəsini təşkil etməsi qaçılmazdır. Maraqlıdır ki, rəsmi İrəvan 10 noyabr 2020-ci il imzalanmış Azərbaycan, Rusiya, Ermənistan üçtərəfli razılaşmanın qüvvədən düşdüyünü bəyan etdi, bilirsiniz. Və Kremlin buna reaksiyası Zaxarova qismində oldu ki, qüvvədən düşmüş sayılmır, rəsmi heç bir tərəfin müraciəti yoxdur. Əslində bu proseslərin gedişindən sonra vəziyyət necə dəyişəcək bu istiqamətdə? Biz nə konkret görürük? Rusiya hər vəclə bu layihələrdən kənarda qalmaq istəmir. Amma hal-hazırda siyasi mənzərə və yeni qurulan siyasi arxitektura bunu təlqin edir. Rusiya kənardadır və hələlik Zaxarova və biraz arabir Peskovun, biraz iqtisadi məsələlərdə Averçukun biz dillərindən bu və ya digər formada ola bilsə Ermənistan biraz təhdid, Azərbaycana neytral, yumşaq, çox vaxt Averçuk tərəfindən daha xoşməramlı məsələlər çatdırılır. Amma biz qarşıda təbii olaraq Rusiyanın hələlik radikal nə edəcəyini proqnoz edə bilmərik. Amma açıq aydın görünür ki, Rusiya buna narahatdır. Rusiya hər hansı bir komissiyanın hələ də mövcud olduğunu söyləyir. Rusiya hələ də Azərbaycan və Ermənistanla danışıqların davam etdiyini söyləyir. Düzdür, Averçuk söyləyir ki, 2023-cü il iyul ayından artıq komissiya fəaliyyət göstərmir. 1-2 ildir toplanmır, amma onlar iki tərəfli olaraq həm Azərbaycan və Ermənistanla bu məsələləri müzakirə edirlər. Bu nəyi göstərir? Açıq aydın Rusiya narahatdır və Rusiya Azərbaycan və Ermənistana müstəqil bu məsələləri həll etməsində həm də yeni bir aktor ABŞ-nin bura daxil olmasından narahatdır və hər vəclə bu məsələlərdən pay almaq istəyir və göstərmək istəyir ki, 100 illərdir Cənubi Qafqazdadır və bu gün də oradan əlini çəkmək istəmir. Yəni Rusiyanın bütün bu və digər siyasi motivli bəyanatlarında, fikirlərində bu artıq açıq-aydın sezilir. Maraqlıdır ki, bir qədər öncə də qeyd etdim ki, sentyabrın 5-i Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş Nazirinin müavini Mıher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyəti Azərbaycan-Ermənistan ərazisinə qarşılıqlı səfərləri baş tutub və avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq tərəflər kommunikasiyaların yaradılması sayəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədi ilə sərhəd xəttinin müvafiq sahələrini, hissələrini delimitasiya minalardan təmizlənməsi və həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddəti ilə bağlı məsələləri müzakirə ediblər. Nümayəndə heyəti rəhbərləri Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın növbəti görüşünün təşkili ilə bağlı da fikir mübadiləsi aparıblar. Bu qarşılıqlı səfərlərin məhz Amerikadan gələn nümayəndələrdən öncə baş verməsi də sanki elə belə deyil. Mən də belə fikirləşirəm. Təbii ki, burada təsadüf deyil. Bunlar hər biri komissiyanın gəlməmişdən öncə vacib kanallarla, diplomatik yollarla
Azərbaycan və Ermənistan tərəfi məlumatlandırılır. Təbii ki, bunlar hər bir protokolla müəyyənləşdirilir, kimlərin gəlməsi, bu siyahıla texniki məsələlər var burada, hər biri razılaşdırılır. İkinci məsələ, bu görüşün bu günlərdə baş verməsi həmin komissiyanın, gələcək komissiyanın gəlişi ilə də əlaqəli baxmaq lazımdır. Onsuz da Azərbaycan və Ermənistan tərəfi ölkə rəhbərlərinin bu mənada bu məsələ diqqəti və komissiyanın işlənməsi var idi. Yəni biz bayaq qeyd etdiyiniz kimi Qırqaryan və Şah Mustafayevin bu mənada görüşlərini biz dəfələrlə görmüşük və bu son günlərdəki hər iki ölkə ərazisində bunun qarşılıqlı keçirilməsi artıq məsələnin sürətlənməsinə gətirib çıxardır. Çünki zaman ötür, artıq sülh müqaviləsinin paraflanmasında Zəngəzur dəhlizi, Tramp yolda desək, bu məsələ özün aktiv faza keçməlidir. Və bunun üçün altyapı, belə deyək, türkçə desək, yəni işin əsas altdan gələn məsələləri sənədləşmədən başlayaraq texniki məsələlərin artıq icrasına başlanılmalıdır. Və bu da təbii olaraq ən əsas təhlükəsizlikdir. Delimitasiya məsələləridir ki, hələ də orada qaranlıq məsələlər var və bu komissiya bu mənada məsullar işləyir. Deməli, onda haradasa delimitasiya, demarkasiya məsələsində də bu yaxınlarda, belə deyək də, irəliləmə müşahidə edə bilərik. Şübhəsiz bu işin keçi bunu tələb edir. Çünki əgər 42-43 kilometrlik məsafənin biz keçidini danışırıqsa, dəhliz yolu danışırıqsa, həm quru yol, həm dəmir yolu, burada bütün məsələlər ən incəlik nəzərə alınmalıdır. Burada təhlükəsizlikdir, burada suallar var, Azərbaycan insanının, Azərbaycan mallarının maneəsiz keçid məsələsi var, beynəlxalq tranzit daşımalar var, bunların forması, çünki Ermənistanın da burada tələbləri var, suverenliyi ilə bağlı məsələləri ortaya qoyur. Təbii ki, Paşinyan həm də daxili auditoriya bunu təbii ki, xitabən söyləyir, amma təbii ki, bu hər biri incəlik nəzərə alınmalıdır. Çünki yol əgər işə düşürsə, dəhliz fəaliyyətə başlayırsa, burada maneə ola bilməz. Bütün sistem, gömrük, sərhəd, təhlükəsizlik və bütün bu məsələlər, texniki tərəflər, taktiki tərəflər, hər biri, yəni Azərbaycan tərəfinin də qayğıları var, Ermənistan tərəfinin də və təbii ki, ştatlardan gələn komissiya bütün bunları incələməlidir və onlar nəyi təşrif edirlər məsələsi qarşılıqlı müzakirə olunmalıdır. Təbii ki, biz baxsaq ki, daha çox burada Ermənistanın gəlməsi və Ermənistan tərəfindən danışıqların olmasını görürük. Çünki bu məsələ Ermənistan suveren ərazisindən gedir, de facto. Amma təbii ki, yenə də unutmayaq ki, burada Azərbaycan tərəfi var. Azərbaycan bu layihənin müəllifidir və əsas məsələ, bir nömrəli məsələ Azərbaycanın materik hissəsi ilə Naxçıvana, digər hissəmizə maneəsiz yolun təmin edilməsidir. Sonraki transmilli maraqlar ikinci dərəcəli gəlir. İkinci plandadır. Burada, amma bunlar hər biri təbii ki, incəliklə işlənməlidir. Bu komissiyalarda düşünürük ki, bütün bunları incələyir və ora hansı insanların, hansı mütəxəssislərin çalışmalı olduğunu bilir və həmin sahə üzrə də mütəxəssislər burada işləməlidir. Təşəkkür edirəm ki, artıq Azərbaycan və Ermənistan tərəfinin bununla bağlı təcrübəsi mövcuddur. Komissiyalar işləyir və yenə də biz siz qeyd etdiyiniz kimi bu yaxınlarda qarşılıqlı səfərlər olaraq bu məsələlər artıq öncədən müzakirə olunmağa başlayıb. Aha, bir Past nəşri yazırdı ki, dəhlizə daxil olan Azərbaycan yükləri yoxlanılmayacaq kimi ifadə. Əvvəldən də bizim istəyimiz, yəni Ermənistan tərəfinin Azərbaycan vətəndaşlarını və yaxud yüklərini yoxlamaması məsələsi idi. Yəni bu məsələlər necə tənzimlənə bilər? Bizim bu mənada mövqeyimiz aydındır. Yəni əslində qalsa Ermənistan tərəfinin də mən düşünürəm ki, cənab prezidentlə Paşinyanın görüşlərində bu məsələdə müzakirə olunur və Ermənistan baş naziri tərəfindən buna rasional baxılır. Sadəcə olaraq Ermənistan siyasi hal-hazırda elitasında bir əsas qarşıda məqsəd var ki, Ermənistan cəmiyyətində bunu hazırlasın və onlar ara sıra digər buna bənzər, amma tamamilə aydın olmayan fikirlər söyləyirlər. Məqsəd
aydındır, qarşı seçkilər var və həm də cəmiyyəti tamamilə Paşinyan aqressiv etmək istəmir öz üzərinə və bir növ balanslı bir mövqe nümayiş etdirmək istəyir. Azərbaycanın tələbi ortadadır. Qeyd etdiyimiz kimi, Azərbaycan insanı, Azərbaycan vətəndaşları digər öz ərazisinə maneəsiz keçməlidir. Bununla bağlı beynəlxalq bir neçə nümunələr var. Rusiya ərazisində bununla bağlı var. Burada demək, tutaq ki, yolların keçilməsində, əgər bu qatar yoludursa, bir həmin kilometr ərazisində pəncərələr tutaq ki, bağlanılır, əgər hətta orada erməni sərhədçiləri də olursa, amma artıq bu məsələ müzakirə predmetidir ki, burada erməni sərhədçiləri olacaq, yoxsa ABŞ ilə müştərək olacaq. Demək, bu əsas məqsəd nədir? Azərbaycan tərəfinin tələbi və məqsədimiz buradan Azərbaycan insanı maneəsiz, gömrük yoxlaması olmadan, sərhəd yoxlaması olmadan keçməlidir. Öz ərazisi formatında. İkinci məsələ Azərbaycanın yenə də malları. Bu, Azərbaycan tərəfinin bu konkret mövqeyidir. Yəni, bizim mövqeyimiz budur ki, bizim həm insanımız, vətəndaşımız, həm bizim mallarımız digər ərazimizə maneəsiz keçid əldə etməlidir. Və bu da artıq nəzərə alınır. Nəzərə alınır. Yəni, bunu Ermənistan nəzərə, mən düşünürəm ki, əvvəldən də alıb, sadəcə yenə deyirəm, ara sıra buna biraz əks olan fikirlərin söylənilməsi də bir siyasi manipulyasiya kimi qeyd edilməlidir. Açıq aydın Ermənistanın artıq mövqeyi aydındır. Paşinyan bu yol açılmasında maraqlıdır. Çünki cənab prezident də bunu söylədi, xatırlayırsınız Çindəki Zəngəzur dəhlizinin açılması, ümumiyyətlə orta dəhlizin bu segmentinin açılması yaxın və uzaq qonşular üçün çox böyük dividendlər vəd edir. Yəni bu yalnız Azərbaycan və Ermənistan üçün yox, hətta qonşularımız üçün də, hətta uzaq qonşular üçün də perspektivlər vəd edir. Bunu biz baxsaq ki, dividendlər əldə edən ölkələrin siyasını tutsaq, Ermənistan ən yuxarılardadır. Çünki Ermənistan 30 ildir işğalçı siyasət nəticəsində dalan bir ölkəyə çevrilib, blokada formatında yaşayıb. Bugün Ermənistan bundan xilas olur. Yəni, bu mənada Ermənistan cəmiyyəti Azərbaycana, Azərbaycan prezidentinə minnətdar olmalıdırlar ki, bu siyasətlə böyük bir onlar üçün yükdən qurtuldular və artıq kommunikasiyanın açılması, Ermənistanın bir növ həmin mövqedən, dal mövqedən çıxaraq dünyaya açılması prosesi baş verir. Bunu ağıllı başlı insanlar, Ermənistanda olan ağıllı başlı insanlar bunu anlayırlar. Və təbii ki, Paşinyan da bunun üçün çalışır. Amma nəzərə alaq ki, seçkilər var. Hələ cəmiyyətin böyük qismində revanşist meyilli insanlar var və onların da hələlik fikirlərini dəyişmək üçün Paşinyana və komandasına zaman lazımdır. Lazımdır. Deməli, sülh sazişinin ilkin mətni avqustun 8-i paraflandı. Amma unutmamalıyıq ki, bir qədər öncə də qeyd etdiyimiz kimi, üç tərəfli razılaşma de yure olsa da mövcuddur. Rusiya, Azərbaycan, Ermənistan. Bəs yekun razılaşmadan sonra, sülh razılaşmasından sonra necə olacaq? Bax, o üç tərəfli razılaşmanın aqibəti. Yəni, haradasa onun ləğvi öz-özünə mümkün olacaq, yoxsa tərəflər yenə Zaxarova demiş müraciət etməlidir? Bunun bir neçə yolları var, təbii ki, hüquq var burada. Üç ölkə rəhbərlərinin imzası ilə həmin sənəd bugün ləğv olunmayıb, amma işləmir. Çünki artıq yeni bir siyasi mənzərə formalaşıb və həmin qərarların yekun olaraq işlər görülür. Mən düşünürəm ki, öz şəxsi fikrimi söyləyirəm ki, təbii olaraq bir də məlumatlar göndərilməlidir ki, artıq həmin belə deyək ki, bəyannamə qüvvədən düşmüş olsun. Burada təbii iki tərəf, Azərbaycan və Ermənistan tərəfindən razılıq verəcək. Rusiyanın mövqeyi bu və digər formada hansı mövqeydə olmasından asılı olmayaraq artıq yeni bir qanunun olması, yeni bir qanunun qüvvəyə minməsi və işləməsi həmin o köhnə qanunun qüvvənin düşməsi hesab edilir. Ona görə də Rusiya da buna razılaşmalıdır. Razılaşmasa da təbii ki, qüvvənin düşmüş sayılacaq. Çünki Azərbaycan prezidenti və Ermənistan baş naziri yeni bir mərhələyə qədəm qoyur və yeni bir sənədə imza atırlar və tarixi bir sənədə. Təbii ki, həmin o bəyannamə böyük bir tarixi sənədin yanında çox kiçik bir sənəd ola bilər. Çünki təkrar edirəm ki, artıq zaman ötüb və artıq 25-ci ildir və artıq sülh sənədi imzalansa bu tarixi bir sənəd olacaq və burada artıq
avtomatik olaraq həmin o bəyanat qüvvədən düşmüş də sayıla bilər. 8 avqustun 8-i imzalanan sazişin bəndləri artıq həllini tapmaqdadır. Elə götürək məsələn ATƏT-in Minsk qrupunun buraxılması barədə qərarın sentyabrın 1-i verilməsini. Yəni digər məsələlərin də qısa zamanda bax bu cür həlli mümkün olacaqmı? Hər birinin qısa zamanda mümkün olması üçün zaman lazımdır. Təbii olaraq Minsk qrupunun ləğv olunmasını biz sizin efinizdən bunu söyləmişdik öncədən ki, artıq sənəd paragrafında bu çox vaxt aparmayan bir məsələdir. Çünki hər iki tərəf bunu istəyir və özləri artıq münaqişənin bitdiyini söyləyirlərsə, bunu çözməli olan qurumun qalması ehtiyac yoxdur. Onsuz da bu qurum yox idi. Sadəcə olaraq sənəd qüvvəyə minməli idi, rəsmiləşməli idi. Bu da öz həllini tapdı və qısa vaxt ərzində öz həllini tapdı. Prosedur çox çətin deyildi. O 17 bəndlərin içərisində təbii olaraq zamanı gözləyən məsələlər də ola bilər. Və onların ən böyüyü də təbii ki, Ermənistanda konstitusiya məsələsidir ki, bunu Ermənistan bir tarix qoyub və onun üçün də artıq komissiya fəaliyyət göstərir, işləməlidir. Digər sənədlərin içərisində texniki zamanı gözləyən məsələlər var ki, onlar da uzun zaman tələb etmir. Amma bir neçə bəndlərdəki, belə deyim ki, məsələlər var ki, onlar üçün qısa vaxt yox, biraz zaman tələb edir və o da həllini tapacaq. Ümumiyyətlə, biz düşünürük ki, bu məsələlərin hər birinin qarşısında maneə Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Yəni, əsas kökündə bu durur. Bu məsələ öz həllini tapsa, digər məsələlər avtomatik olaraq tənə xalq daşıya bilər. Yəni, qısa və biraz zaman apara bilsə də, məsələnin artıq sülh müqaviləsinin imzalanması üçün maneə aradan qalxmış olur. O mənada əsas hal-hazırda hərəkət, addımlar Ermənistan tərəfdədir. Yəni, Azərbaycan öz üzərinə düşən bütün məsələləri icra edib və edir. Burada biz Donald Trump'ın da bu məsələdə mövqeyini alqışlayırıq. İndi hal-hazırda Cənab Prezident demişəm, top Ermənistandadır. Ermənistan tərəfi ən böyük qarşıda duran məsələni, konstitusiya məsələsini həll etməlidir və bundan sonra düşünürük ki, sülh müqaviləsinin imzalanması üçün heç bir maneə və səbəb qalmır, aradan qalxmış olur və düşünürük ki, bu da öz həllini tapacaq. Amma konstitusiyanın dəyişməsi sırf gözləyək parlament seçkilərini mi, ya referendum yolu ilə önə atıla bilərmi məsələn? Atıla bilər. Sadəcə olaraq hal-hazırda Paşinyan çətinlik çəkir. Mən təşkil edirəm, bu yaxınlarda hardasa bir aydan biraz artıq müddətə Ermənistanda ictimai rəy sorğusu keçirildi və təəssüf doğuran məsələlərdən biri də 40%-dən yuxarı əhalinin, bu daha çox orta və yuxarı yaşlı insanların hələ də sırf revanşist əhval-ruhiyyədə olmasıdır. Bu, əslində qalsa Ermənistan cəmiyyəti üçün təhlükəlidir. 40% az deyil cəmiyyət üçün, 2 milyonluq əhali üçün onun 40%-i. Yəni, bu, əslində qalsa hələ onu göstərir ki, Paşinyan tamamilə cəmiyyəti yeni çağırışları hazırlaya bilməyib, zaman tələb olunan məsələ kimi görünür Ermənistanda. Amma Paşinyanın bir neçə radikal addımları da olub. Bunu görmüşük, bunu da edə bilər. Düzdür, 27-ci il məsələsi deyir, konstitusiya, seçkiləri gözləyir. Biz əsas Paşinyanın qarşısında siyasi olimpdə qalmasıdır. Gedişat göstərəcək. Yəni, parlament seçkilərindən o qalib gəlməsə, təbii olaraq tarixin arxivinə verilir və yeni bir siyasi aktura qurula bilər. O mənada Paşinyan üçün hal-hazırda əsas qarşısında məsələ parlament seçkiləridir və orada qalib olmasıdır. Və düşünürük ki, o qalib olandan sonra bu məsələni çözə bilər. Ən çox maneə budur. Amma elə siyasi gedişlər baş verir ki, radikal addımlar ola bilər ki, hətta bizim fikirlərimiz kənarda qala bilər, yeni bir çağırış ola bilər və bu da öz əlinin qısa vaxt ərzini tapa bilər. Bu da gözlənilən məsələlərdən biridir. Amma ümumi olaraq vizyonda baxsaq görürük ki, Paşinyan hələ parlament seçkilərini gözləyir və onun əsas hədəfi seçkilərdə qalib gələrək vəzifənin icrasını gələcək illərə davam etmək istəyir. Bunun üçün də az iş görməyib. Elə bölgələr var ki, orada öz adamlarını artıq yerləşdirib. Amma ona maneə ola biləcək bir məqam da var ki, artıq bazar ertəsi sabahdan Ermənistan parlamentinin yeni payız sessiyası başlayır və parlament fraksiyaları iclaslara hazırlaşırlar. Fəaliyyətlərini necə həyata keçirdiklərinə dair hətta taktikada müəyyənləşdiriblər. Hər halda erməni nəşrləri belə yazır. Müxalifətin iki fraksiyası
opposisiyası fəal olmağa, hakimiyyətin təzyiqlərinə və qışqırıqlarına qarşı durmağa, hətta yeri gəlsə əlbəyaxa belə olmağa hazır olduqlarını bildiriblər. Yəni vəziyyət necə ola bilər? Seçki öncəsi biz çoxdan bunu proqnoz edirik ki, Ermənistanda vəziyyət qeyri-stabil ola bilər və bunu üçün istəyən qüvvələr çoxdur. Və düşünürəm ki, Paşinyanın parlamentdən çox müxalifəti, radikal müxalifəti kənardadır. Yəni, bu fraksiyalar təbii ki, müxalifətdir. Onların da bəyanatları olur. Onlar da bir kifayət qədər Paşinyanı baş ağrısı verə bilirlər və komandaya, hakim partiyaya. Amma Paşinyanın daha çox qorxusu kənardandır. Yəni, burada Rusiya faktoru var. Rusiyanın əlinə oynayan böyük bir qrup var. Bu, yalnız kilsə deyil. Bu, keçmiş prezidentlər, əsas da Qaçaryanın ətrafında olan insanlar, bir qrup Rusiya bağlı oliqarxlar var. Bunlar da Paşinyan üçün baş ağrısına çevrilir və bunların birləşməsi halında təbii ki, Paşinyan üçün çətinlik törədilə bilər. Amma siz qeyd etdiyiniz kimi Paşinyan komandası da dayanmır, işləyirlər, bölgələrdə də işləyirlər və parlament üçün mən düşünürəm ki, yenə də çoxluq hakim partiyada olduğu üçün hər hansı bir maneələr olanda onu aşa biləcək. Amma ümumi siyasi proseslər seçki öncəsi aktivləşir təbii olaraq və buna hazırlaşan tərəflər də var. Paşinyan komandası buna nəzərə almalıdır. Yəni... Bir məsələ də var idi də. Karapetyanı zərərsizləşdirdilər əslində. Amma prezident Ermənistanın prezidenti Vaqen Xaçatryanı biz gördük ki, İrana səyahət elədi, nə bilim, ölkələrə səyahət eləyib və müəyyən siyasi məsələlərdə münasibət bildirir filan. Yəni biz adətən Ermənistan prezidentlərindən belə fəallıq görməmişik. Ola bilərmi ki, məsələn, gizlin addım kimi sonradan Ermənistan prezidentinin irəli sürülməsi mümkün olsun? Mən düşünmürəm. Qısa cavab istəyirəm. Mən düşünürəm ki, əksinə Ermənistan prezidenti Paşinyan komandası, Paşinyanla hər şeyi razılaşdırır. Aha, maraqlıdır. Aydındır. Təşəkkürümü bildirirəm. Çox sağ olun. Və bir daha xatırladım ki, studiyamızın qonağı Milli Məclisin üzvü Vüqar İskəndərov idi. Biz isə davam edirik. İsrail müharibəni dayandırmaq və Hamasın girovları azad etmək üçün müqabilində Qəzza şəhərinə hücumundan əl çəkməyə hazırdır. Bu barədə The Times of Israel nəşri məlumat yayıb. İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı yeni humanitar zonanın yaradılmasını elan edib. Hazırdırmı buna? İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunisdə yeni humanitar zonanın yaradılmasına necə hazır olacaq? Bu da çox maraqlıdır. Danışacağıq bu barədə. Təhlükəsizlik məsələləri üzrə ekspert İmbat Muğlu ilə. İmbat bəy, xoş gördük sizi. Hoş bulduk. Can Azərbaycana selamlar, saygılar. Təşəkkür edirəm, çox sağ olun. Bizdən də Türkiyəyə salamlar. İsrail müharibəni dayandırmaq və Həmasın girovları azad etmək üçün müqabilində Qəzza şəhərinə hücumundan əl çəkməyə hazırdır. Bu xəbər Netanyahu hakimiyyətinin artıq qismən razılaşmaları nəzərdən keçirməyəcəyini söylədikdən sonra yayılıb. Hazırdırmı İsrail buna? Aslında İsrail tabi buradaki amaç Hamas'ın silahlı gücünü ortadan kaldırmak ama Hamas'ın böyle bir duruma hazır olması mümkün değil. İsrail ne kadar hazır olmuş olsa da Hamas bunu kabul etmeyecek. Çünkü Hamas o silahlı gücü bıraktığı an Hamas'ın bitmesi demek. Yani sadece askeri alanda değil, siyaset alanında da Hamas'ı komple ortadan kaldırmak istiyor. Yani İsrail Gazze'de ve Gazze civarındaki bütün yerleşkelerde Hamas'a ait hiçbir şey istemiyor ve Hamas'ın silah bırakmasıyla İsrail duracak mı? Hayır, İsrail durmayacak. Çünkü İsrail zaten bir Gazze'yi koruyan belli bir güç var, o da Hamas. Çünkü diğer Filiz Kurtuluş Örgütü bu olaya karışmıyor. Komple kenara çekilmiş durumda. Hamas bu konuda sadece İsrail askeriyle karşı karşıya gelmekte, çatışmalar yaratmakta. Onun için İsrail hazır olmuş olsa da Hamas İsrail'in sözlerine itibar etmiyor. Yani asla ve asla bu konuda da ancak uluslararası Birleşmiş Milletler, uluslararası af örgütleri, NATO gibi, Amerika, Türkiye ve benzer ülkeler eğer garantör devlet olursa Hamas İsrail'in ya da Netanyahu'nun sözüne inanacaktır. Çünkü Netanyahu'nun şu an söylediği cümleyle birkaç saat sonraki cümle arasında dağlar kadar fark var. Çünkü sözde tutarlılık yok.
biliyorsunuz yüz binlerce mazlum ve masum sivil halkı katlettiler. Ondan dolayı da İsrail'in Netanyahu yönetimi olduğu sürece bana göre Hamas silahı bırakmaz. Aynı şekilde de Netanyahu sözünde durmayacaktır. Ancak olası bir durumda Netanyahu koltuğu devrettikten sonra gerçekten sağduyulu İsrail temsilcileri bu savaşı da bu ölümleri de durdurabilir. Yoksa Netanyahu baştan beri Gazze'yi komple topyekün haritada silmek ve bu haritayı silerken de aslında komple İsrail topraklarına bağlamak. Bunu Hamas kabul etmeyecektir. Hamas'ın kabul etmesi demek Hamas'ın sonu demek. Peki bu son Hamas'ın sonu olunca Gazze'liğinin sonu olmayacak mı? Evet, Gazze'liğinin de sonu olacak. Filistin halkının da sonu olacak. Onun için böylesi bir durumda Netanyahu'nun sözü sadece dünyaya şirin gözükmek. Amerika biliyorsunuz özellikle son dönemde Trump'ın çok ciddi baskısı var. Yani evet artık bu İsrail-Filistin çatışmasının ya da Gazze saldırısının durması için çok ciddi çaba sarf etmekte. Türkiye aynı şekilde İslam coğrafyası aynı şekilde çok ciddi şekilde ve Avrupa'nın birçok ülkesi bugün bakıldığı zaman insani yardımı bile ulaştırılmayan bir Gazze için bütün Avrupalı ve bunların içinde Yahudi vatandaşlar dahi olmak üzere birçok kişi bu konuda İsrail'i eleştirmekte. Çünkü Gazze'de zulüm yapılmakta. Yani İmbat Bəy, bəs İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunisdə yeni humanitar zonanın yaradılmasını elan edib. Qəzza şəhərini ələ keçirmək üçün gücləndirilmiş səylər çərçivəsində. Yeni humanitar zonanın yaradılması nə verəcək İsrail'e? İsrail aslında topyekün bir önce bahsettiğim gibi Gazze'yi insansızlaştırmak istiyor. Bunu aslında sadece İsrail'in ya da Netanyahu'nun cümlesi değil. Bu biliyorsunuz Trump koltuğa oturduktan sonra evet Gazze halkını başka yerlere taşıyalım. İşte ne başta Mısır'la görüşüldüler. Yine Arap coğrafyasındaki ülkelerle görüştüler. Biz Gazze vatandaşlarını bu coğrafyada taşıyalım. Gazze'yi insansızlaştıran ve burayı turizm kenti yapalım ve tabii turizm kenti işte Trump'ın biliyorsunuz en büyük şey ticari işletmeler, ticari hesaplar yapmak. Onun için İsrail'in Gazze'deki şu an hareketliliği aslında Gazze'yi komple insansızlaştırmak ve Trump'a vermiş oldukları bir söz vardı ve bu sözü de aslında yerine getirmek. Yani sadece Netanyahu ölümlerin sorumlusu olmuş olsa da ama Gazze'nin insansızlaştırması, Gazze halkının yerinden yurdundan edilmesi bunun arkasında Trump'ın da çok büyük etkisi var. Amerika'nın çok büyük etkisi var. Onun için Gazze halkının kendi öz ve öz topraklarında kalması için başta Azerbaycan, Türkiye, bütün insanlık aslında bu konuda direniş göstermek, bütün insanlık bu konuda fikir ifade etmekte ama maalesef dünya bir tarafa olmuş olsa, İsrail şu an tek tarafta olmuş olsa da maalesef İsrail'in dedikleri oluyor ve her gün binlerce tane mazlum çocuk, kadın katledilmekte, yaşlı katledilmekte. Onun için ne Hamas bu süre tarzında silah bırakır ne de Netanyahu sözünde durmayacaktır. Bu savaş devam edecek. Çünkü aktörler, üst akıl, o baronlar dediğimiz yapı maalesef buna boyun eğmekte ve bunların dediklerini yapmakta. Biz daha çok ölüm ve savaşı maalesef göreceğiz. Aydın, təşəkkürümü bildirirəm, minnətdaram İmbat Bəy. Biz isə davam edirik. Deməli, Ukraynanın paytaxtı Kiyevin Sviatoşin rayonunda yerləşən yaşayış binasının dağıntıları altından xilas edicilər 32 yaşlı qadının və onun körpəsinin meyidlərini çıxarıblar. Bu barədə yerli polis məlumat verib. Mer Vitali Kliçkonun sözlərinə görə daha bir şəxsin cəsədinin axtarışları davam edir. Zaporojye şəhərinə hücumu nəticəsində isə 15 nəfər yaralanıb. Zaporojye vilayəti hərbi administrasiyasının rəhbəri İvan Fyodorovun məlumatına görə zərər çəkənlərdən 4-ü xəstəxanaya yerləşdirilib, daha 11 nəfər ambulator müalicə alır. Zərbə endirilən şəhərlər arasında Odessa, Xarkov, Kremenchuk, Krivoy Rog da var.
Ötən gecə Rusiya 818 hava hücumu silahlarından istifadə edərək Ukraynanın paytaxtı Kiyevə kütləvi zərbələr endirib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Facebook səhifəsində məlumat yayıb. Məlumata görə Ukrayna hava hücumundan müdafiə qüvvələri 751 hədəfi zərərsizləşdirib, 37 məntəqədə 9 raket və 56 hücum pilotsuz təyyarəsi vurulub. Qeyd olunub ki, sentyabrın 6-sında yerli vaxtla saat 17:00-dan Rusiya 805 şahid hücum puası daxil olmaqla müxtəlif tipli pilotsuz uçuş aparatlarından 9 ədəd İskəndər K qanadlı raketi və 4 ədəd İskəndər M KN-23 ballistik raketindən istifadə edib. Rusiyanın müttəfiqləri var və onlar artıq təcavüzkar ölkəyə cəbhə xəttində vəziyyəti dəyişməyə kömək edirlər. Belə bir açıqlama Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovdan gəlib. Budanov Rusiyanın istifadə etdiyi bütün sursatların ən azı 40%-nin Şimali Koreyada istehsal olunduğunu bildirib. Bütün həcmin 40%-i siz təsəvvür edirsiniz, söhbət hansı rəqəmlərdən gedir deyə o əlavə edib. Budanov qeyd edib ki, Ruslar silah istehsalını bacardıqları qədər artırıblar. Nəticədə sursatların təxminən 60%-ni özləri təmin edirlər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi onu da vurğulayıb ki, Şimali Koreya belə bir dəstəyi azaltmayacaq. Çünki bu onun üçün də əlverişli və faydalıdır. Rusiya 1980-ci illərdən bəri ən böyük silahlanma proqramını hazırlayır. Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib. Kiyevdə Fransa və Böyük Britaniyanın iştirakı ilə çox millətli qüvvələrin qərargahının formalaşdırılmasına başlanılıb. Bu, NATO və müttəfiq ölkələrin dəstəyi ilə yaradılan struktur olacaq. Rusiya buna nə deyəcək və nə deyir? Bu arada Amerika Birləşmiş Ştatları 5-17 sentyabr tarixlərində Dəmir Yumruq adlı hərbi təlimləri Litva, Latviya, Estoniya və Polşa ərazisində keçirir. Niyə? Rusiyanın sərhədyanı ölkələrində və bu vaxtı diqqət mərkəzində saxlayacağıq. Bu və digər məsələləri studiyamızın qonağı siyasi şərhçi Elşad Həsənovla. Elşad bəy, xoş gördük sizi. Xoş görüşmüşük. Elşad bəy, elə ilk olaraq diqqəti yönəltmək istərdim. Rusiya 1980-ci illərdən bəri ən böyük silahlanma proqramı hazırlayır. Bunu Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib. O bildirib ki, 2030-cu ilə qədər Avropaya Rusiya hücum edə bilər. Bu ola bilərmi? Bu baş verə bilərmi? Bəli, Rusiya silahlanır. Rusiya təcavüzkar bir siyasət yeridir. Və ona görə də onların bu siyasi kursunun yaxın zamanda dəyişəcəyi gözlənilmir. Ona görə də bu saat analitiklər hesab edirlər ki, Rusiya məhz Ukraynanı məğlub edə bilsə, növbəti addım Avropa ölkələri olacaq. Və buna da ciddi cəhdlə hazırlaşır. Artıq Rusiyanın hərbi sənayesi inkişaf edir. Digər sahələr demək olar ki, hamısı batıb gedir, yəni inkişafdan qalıb və yaxud da bağlanıb zavodlar, fabriklər, ancaq əsas istehsal sahəsi hərbi sahədir. Onlar da gecə-gündüz çalışırlar. Yəni 24 saat çalışır. 3 növbə ilə çalışırlar. 2037-ci ilə qədər yenidən silahlanmaya çalışır Rusiya. 1,2 trilyon dollar bunun üçün nəzərdə tutulur. Budanov vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyinin büdcəsi də deyil bu. Əslində ciddi şəkildə modernləşdirmə və silahlanma proqramlarına göndərilən vəsaitdir. Bu ciddi proqramlar və məbləğlərdir sanki əslində. Çox böyük rəqəmlərdir. Onun da əldə olunması üçün Rusiya enerji resurslarını satırlar. Ancaq indi ABŞ-ın və Avropa ölkələrinin apardığı sanksiyalar nəticəsində bu gəlir azalıb. Yəni Avropa demək olar ki, imtina edib onların enerji resurslarından. Onlar Çinə və Hindistana satır. Bildiyimiz kimi də Çinə və Hindistana da ucuz qiymətə satır həmin yanacağı. Və artıq Avropa ölkələrinin liderlərinin ABŞ-a səfəri gözlənir bu günlərdə, ola bilsin birinci gün olsun və ABŞ-da, Vaşinqtonda Rusiya qarşı yeni sanksiya qəbul olunması gözlənir. Həmin sanksiya əgər əvvəllər ABŞ Senatının, Konqresinin qəbul etdiyi öldürücü sanksiya olsa, mən hesab edirəm ki, yaxın 2-3 aya Rusiya necə deyirlər çökəcək və müharibəni dayandırmağa məcbur olacaq. Məhz Zelenskinin də xahişi, tələbi həm Avropadan, həm Amerikadan budur ki, Rusiyanı dayandırmaq lazım. Rusiyanın ciddi sanksiyalar olsa, Rusiya gəlir əldə etməsə, o zaman hesab edirəm ki,
o müharibəni dayandırmağa, sülh danışıqları aparmağa məcbur olacaq. Aha, maraqlıdır ki, bundan əvvəl bir sıra NATO ölkələri, o cümlədən qurumun baş katibi Mark Rutte də Rusiyanın mümkün hücumları ilə bağlı xəbərdarlıq etmişdi. Biz bunu şahidi olmuşduq. Avropa necə? Buna hazırdırmı? Sanki biz də müşahidə edirik ki, Avropada müəyyən hazırlıqlar aparır bunun üçün. Bəli, Rusiyanın bu təcavüzkar siyasətindən sonra artıq Avropa anlayır ki, onlar növbəti hədəfdir. Ona görə də onlar bütün var qüvvələrinlə demək olar ki, Ukraynaya kömək edirlər, yardım edirlər. Həm hərbi cəhətdən, hərbi sursatlarının, həm maddi cəhətdən ki, onlar açıq etiraf edirlər ki, növbəti hədəf Avropa ölkələridir. Ona görə də Avropa ölkələri artıq özlərinin müdafiəsini gücləndirmək üçün 850 milyard avroluq demək, hərbi büdcə yaratdılar. Eyni zamanda demək, Böyük Britaniya yeni hərbi zavodlar tikirlər. Raket istehsal etmək üçün, tank istehsal etmək üçün. Almaniya öz hərbi gücünü artırmaq üçün yeni zavodlar tikirlər və digər ölkələr. Çünki artıq onlar görürlər ki, Rus hərbi maşını işə düşüb və onu dayandırmaq üçün gücə güc lazımdır. Ondan güclü olmalısan ki, onun qarşısına alasan. Bu nöqteyi nəzərdən Avropa buna hazırlaşır. Ancaq təəssüf ki, ABŞ-ın dəstəyi nisbətən azalır. ABŞ deyir ki, öz təhlükəsizliyinizə özünüz cavabdeh olun və bunun üçün çalışın. Və o da ABŞ da haqlıdır ki, Avropa ölkələri indiyə qədər ümumi daxili məhsulun 1,5-2%-nə qədəri, bəzi ölkələrdə 2% idi. Amma indi ABŞ tələb elədi ki, Donald Trump tələb elədi ki, siz ümumi daxili məhsulun 5%-ni hərbiyə ayırın. O zaman hərbi silahlar alarsınız, zavodları tikin və ondan sonra artıq onlar başlayıblar 2032-ci ilə qədər deməli onlar 5%-ə Trump'ın sözündən sonra ayrılırlar. Bəli. Tələbindən sonra onlar deyirdi, biz dayandırırıq. O ümumi daxili məhsulu 5%-ni satırsalar, hərbiyə ayrılan xərclər, o zaman hesab edirəm ki, Avropanın çox güclü hərbi potensialı olacaq. Hətta burada bəzi məqamlar ortaya çıxdı ki, məsələn, bəzi ölkələrin Ukraynaya göndərdiyi silahlarda da müəyyən problemlər yaşanırdı. Yadınızdadır, vaxtaşırı belə xəbərlər də çıxırdı. Sanki bu qorxudan sonra onlar artıq hərbi arsenallarını da yeniləməyə başlayıblar. Məsələn, Amerikadan aldıqlarının əvəzində özlərində olan silahları əslində Ukraynaya göndərirlər. Bəli, nisbətən köhnə silahlardır. Bəli. Bu təbii, yenə deyirəm, bu hadisələr onu göstərir ki, bu müharibə yaxın zamanda bitməyəcək. Yəni, bu o fikirdə deyil Rusiya. Çünki bayaq da dedik ki, Rusiyanın artıq hərbi texnikası gücləndikcə, onun necə deyil, iştahı da artır. Bu mənada, deməli, Putinin Pekinə səfəri və orada apardığı danışıqlar sanki buna qol qanat verdi. Ancaq hesab edirəm ki, indi Budanovun bildirdiyi kimi Şimali Koreyadan onların hərbi sursatlarının 40% oradan gəlirsə, gör nə deməkdir? Eyni zamanda Rusiya həm də Şimali Koreyadan deməli əsgərlər gətirirlər. Yadımızdadır, 2000 nəfər əsgər... Rəsmi şəkildə Kurskun azad olunmasında Koreya əsgərlərinin rolunu da qeyd elədi. Putin onu qeyd elədi, təşəkkürünü bildirdi və o Koreyalıların ölənləri demək, Kim Çen-in qarşılayanda göz yaşları tökməsini gördük, bunu hamı gördü. 2000 nəfər hardasa həlak oldu onların. Yenidən 6000 əlavə əsgər zabit göndərdilər. Və bugün məlum olur ki, İraqdan da 5000 nəfər bayaq döyüşçülər gəlib Rusiya tərəfindən Ukrayna qarşı döyüşlərdə iştirak edir. Və bunda İraqın deməli parlament komitəsi üzə çıxardır. Yəni başqa ölkələrdən hardan gəlir orada döyüşənlər var. Hələlik bu haqda məlumat yoxdur. Bəlkə Əfqanistandan da var, nə bilim mən, digər ölkələrdən də var. Yəni bunlar hələlik yoxdur. Elə bu günlərdə biz baxdıq ki, məhz Qarabağdan köçüb gedən həmin döyüşçülər bizə məğlub olub çıxıb gedənlərin bir çoxu artıq gedib deməli Rusiyada onlar Rusiya tərəfindən Ukrayna qarşı döyüşürlər. Və oradan da təbii ki, bunlar deməli könüllü gedirlər, kontrakt bağlayırlar və onun müqabilində də yüksək maaş alırlar, pul alırlar. Və ermənilərin bir çoxu həmən buradan Qarabağdan köçüb gedənlər böyük əksəriyyəti gediblər orada döyüşlərdə iştirak edirlər.
Eyni zamanda da bəzi erməni qüvvələr var ki, Ukraynadadılar, onlar Rusiya qarşı döyüşürlər. Yəni bu erməni Bəs belə bir şəraitdə, məsələn, Ukrayna prezidentinin bu yaxınlarda belə bir qərarı oldu ki, müəyyən yaş həddinə kimi cavanların ölkədən getməsi icazə verilmirdi. 23 yaşına kimi səhv eləmirəmsə. Amma artıq icazə var. Niyə hərbi qüvvəyə ehtiyac olduğu bir vaxtda belə bir qərar verildi? Təbii ki, bu düzgün, mən hesab edirəm, bu düzgün qərar deyil. Hər bir ölkə öz təhlükəsizliyini özü təmin eləməlidir. Öz sağlam vətəndaşlara əgər bunu döyüşmək istəmir, xaricə gedirlərsə, sizə onlar bugün Avropadan kömək gözləyirlər. Mən hesab edirəm ki, doğrudan da Avropa ölkələri bugün Makron deyir, biz ora əskəri qüvvə göndərəcəyik, İngiltərə deyir göndərəcəyik. Ancaq hesab edirəm, reallığa gələndə bunlar heç bir olası deyil. Kim istəyər ki, məsələn, öz vətəndaşı getsin orada döyüşsün və həlak olsunlar. Ona görə də Ukraynanın, deməli, Ukrayna dövləti öz strategiyasını düz qurmur. Əgər onlar düz qursaydı, 6-7 milyon xaricə gedib. Onların içində 500-600 min döyüşə yararlı insanlar var. Onlar öz torpaqlarını, deməli, Rus işğalçılarını azad eləməlidir. Digərləri yox, polyaklar gəlib orada döyüşəsi deyirlər. Onlar imtina elədi, biz orada gedəsi deyilik. Və eləcə digər ölkələr. O mənada hesab edirəm ki, bu yanlış qərardır, ancaq olan da budur. Olan da budur, bəli. Biz dedik ki, digər ölkələr də öz təhlükəsizliyini gücləndirməkdədir. Məsələn, Polşa hərbi hava qüvvələri Rusiyanın Ukraynaya hücumu ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu barədə Polşa Silahlı Qüvvələri Komandanlığının X sosial şəbəkə hesabında yazılıb. Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün Polşa Silahlı Qüvvələrinin əməliyyat komandiri bütün zəruri prosedurları həyata keçirib deyə məlumatda qeyd edilir və həmçinin Polşa və müttəfiqlərinin təyyarələri hava məkanında fəaliyyət göstərir və yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri hazırlığına ən yüksək səviyyəyə çatdırıblar. Polşaya hücum ola bilərmi ki? Mən onu yaxın zamanda real hesab eləmirəm. Çünki Rusiya Ukraynada istədiyinə nail ola bilməyib və belə bir halda o Polşaya hücum etsə, yəni NATOya hücum etmək deməkdir. Bildiyimiz kimi həm də Polşada Amerikanın əskəri qüvvələri var. Yəni bu artıq 3-cü Dünya müharibəsi deməkdir. Bugün Rusiya o iqtidarda deyil ki, NATOya və ABŞ-la döyüşlərə girsin. Ona görə hesab edirəm ki, Rusiya Polşaya bu yaxın zamanda hücum edə bilməz. Etsə, özünü deməli məhv etmək deməkdir. Məhv etmək deməkdir. Amerika Birləşmiş Ştatları 5-17 sentyabr tarixlərində Dəmir Yumruq adlı hərbi təlimlər keçirir. Litva, Latviya, Estoniya, Polşa ərazisində. Təlimlər zamanı Amerika Birləşmiş Ştatları qoşunlarının NATO'nun şərq qanadında hərbi əməliyyatlara hazırlıq və yerləşmə qabiliyyəti yoxlanılır. Təlimlər müddətində Litvaya 18 Amerika Birləşmiş Ştatları hərbi vertolyotu da cəlb olunur. Uçuşların bir hissəsi gecə minimum 150 metr hündürlükdə həyata keçiriləcək. Niyə bu vaxtı və məhz bax bu Rusiyanı əhatə eləyən sərhədyanı dövlətlərdə? Bunlar hamısı Rusiyaya qarşı aparılan strateji təhdidlərdir. Çünki bu taktiki təlimlər, yəni Rusiya deyir ki, bax, biz buradayıq, sənin sərhədindəyik. Əgər sən gələcəkdə ABŞ-ın, Avropa İttifaqının tələblərini yerinə yetirməsən, gələcəkdə bizlə üzbəüz olasan. Və bu da doğrudan da Rusiya üçün çox böyük fəlakət ola bilər. Bunu Rus siyasiləri anlayırlar. Ona görə də hesab edirəm ki, həmin təlimlər bir daha Rusiya dərsdir ki, siz baxın ki, Avropa İttifaqı və ABŞ-ın hansı qüvvələri var və sən onunla heç cür müharibə apara bilməz, iqtidarında deyilsən. Ona görə də Ukraynanın müharibəni bitirmək lazımdır. Yəni bu nöqteyi nəzərdən o məhz Rusiyaya, necə deyirlər, bir gözdağı verməkdir. Bu günlərdə belə bir fikir də səsləndi ki, Ukrayna münaqişəsinin həllində istənilən variant o cümlədən Koreya ssenarisi mümkündür. Bunu dedilər ki, Ukrayna prezidenti Volodimir Zelenski Le Point nəşrinə müsahibəsində belə bir ssenarini etiraf edib. Bununla yanaşı Ukrayna lideri vurğulayıb ki, təhlükəsizlik məsələlərinə görə Koreya ssenarisinin tam təkrarlanması da mümkün deyil. Bu Koreya ssenarisi əslində nəyi nəzərdə tutur və tam ssenari yox, niyə qismən Zelenski deyir?
Bilirsiniz, bildiyimiz kimi Koreya ikiyə bölündü, cənub-şimal. Cənub demokratik ölkə kimi inkişaf elədi, kapitalist ölkəsidir və bu gün də ABŞ-ın çətri altındadır. Onun təhlükəsizliyinə ABŞ təminat verir. Şimali Koreya da bildiyimiz kimi Rusiya tərəfindən onlara təminat verilib və onlar da diktatura yaradıblar, belə açıq desək. Ancaq indi Ukraynanın ikiyə bölünməsi realdır. Artıq Rusiyanın işğal etdiyi ərazilər göz qabağındadır, məlumdur hansılardır. Və ancaq həm də onu deyim ki, son dönəmdə deməli avqust ayı ərzində deməli Ukraynanın Müdafiə naziri Sırskinin məlumatına görə onlar Rusiya 5 kvadrat kilometr ərazini işğal ediblər, ancaq Ukraynalılar 26 kvadrat kilometr Ruslardan azad ediblər. Yəni o torpaqlar bölünsə, yəni başqa yolu yox. Bugün Rusiya istəyir ki, Donetsk, Lugansk, deməli Zaporojye, Xerson bunlara qalsın. Yəni o Rusiya arasında keçsin və o sahə, yəni Ukrayna bölünür. Və buna da amma təhlükəsizlik zonası da olmalıdır Koreya ssenarisinə görə. Bufer zonası yaranmalıdır və burada NATO qüvvələri artıq hazırlaşıblar, öz qüvvələrini yerləşdirsinlər. Və buna da Rusiya qəti etiraz edir ki, orada qətiyyən NATO ölkələrinin qüvvələri olmaz. Yəni bu məsələlər bu gün açıqdır. Müharibə dayansa hazırdır. Belə Fransanın, İngiltərənin, Almaniyanın qoşunları oraya yeritməyə hazırdılar. Ancaq Rusiya buna razı deyil. Bu nöqteyi nəzərdən bu məsələlər də hələ işlənmir. Mən hesab edirəm ki, danışıqlar nəticəsində BMT-nin təhlükəsizlik qüvvələri BMT çətri altında müxtəlif ölkələrin deməli, hərbi qüvvələrini yerləşdirmək olar. Və buna da Rusiya artıq başqa heç deyə bilməz. Ancaq NATO ölkələrinin oraya yerləşdirməsinə o qəti etirazını bildirir. Aydındır. Təşəkkürümü bildirirəm, minnətdaram və bir daha xatırladım ki, studiyamızın qonağı siyasi şərhçi Elşad Həsənov idi. Gündəmdən isə bu saata bu qədər. İmkan olsa görüşərik.